Salam, hər vaxtınız xeyir olsun. Ədəbiyyat test vəsaitimizin ikinci bölməsinin izahı ilə davam edirik. Birinci sualda dərzi şagirdi Əhməd nağılının baş qəhrəmanı ilə bağlı yanlış fikri bizdən istəyir. Pəri Sultanın Qarabaşı tərəfindən Yusifə bənzədilir. Baş qəhrəmanımız Əhməddir. Pəri Sultan Qarabaşı tərəfindən Yusifə bənzədilir fikri doğrudur. Şah Abbası dəfələrlə çətin vəziyyətdən xilas edir. Firəng padşahının bəli sınaqlarına münasibətdə bu da doğrudur. Atların yaşını müəyyən etmək üçün çağırılanda Pəri Sultan ona verilməyini istəyir. Halbuki atların yaşını müəyyən etmək üçün çağırılanda Pəri Sultan ona verilməyini yox, Pəri Sultanın onunla kəbininin kəsdirilməyini istəyir. Verilməsi isə birinci sınaqda idi. Üçüncü sınağın öhdəsindən gəldikdən sonra döydürülmür. Doğrudur. Sözündə qətiyyətli olsa da sonda öz yuxusunun nə olduğunu deyir. Bu da doğrudur. Şah Abbas artıq Pəri Sultanla Əhmədin toy mərasimi olduqdan sonra bir müddət sonra onlara gedəndə Əhməd öz evlərində bu yuxusunun nə olduğunu açıb danışır. İkinci sualda dərzi şagirdi Əhməd nağılına əsasən hansı rəqəmlərin yeri dəyişdirilsə, hadisələrin düzgün ardıcıllığı bərpa olunar. Şah Abbas Əhməddən yuxusunun nə olduğunu ilk dəfə soruşur. Bu ən başlardadır, doğrudur. Yeri. Allahverdi xan Əhmədin baş aşağılığı yox, baş ucalığı gətirəcəyini Şah Abbasa deyir. Bu Şah Abbasın artıq üçüncü sınaqda Əhmədi çağırıb-çağırmamaqda qərarsız qaldığı, çağırılacağı təqdirdə Pəri Sultanla toyunun edilməsi təhlükəsinin olduğunu bildirdiyi anda Allahverdi xanın bildirdiyi bir nitqdir. Bu sonda olmalıdır. Fərraşlar göstərişə əsasən bir qab süd, bir torba, bir bağda yonca hazır edirlər. Bu atların sınağından çıxarkən Əhmədin tələbinə əsasən gətirilən məmulatlardır. Firəng padşahı 10 gün istirahətdən sonra yenidən köç təbirini vurdurur. Bu da atların sınağı həll olunduqdan sonra son sınaq üçün 10 gün ara verir və 10 gün istirahətdən sonra yenidən gəlir. Pəri Sultan sadəcə Qarabaşın tərifi ilə Əhmədə aşiq olur. Bu da Əhmədin zindanda olduğu zaman, yəni birinci hadisədən sonra, üçüncü hadisədən isə öncə olan bir hadisədir. Yəni 2 ilə 5-in yeri dəyişdirilsə uyğunsuzluq bərpa olunar. Hansı fikir dərzi şagirdi Əhməd nağılı üçün doğrudur? Şah Abbas Əhmədin iradəli olub-olmadığını yoxlamaq istəyirdi. Belə bir məqsədi yox idi. O sadəcə Əhmədin yuxusunu öyrənmək istəyirdi. Firəng padşahının birinci tələbi almaların neçə illik olduğunu müəyyən etmək deyildi. Qız və oğlanları ayırt etməkdir. B də yanlışdır. Əhmədlə qohum olmağı Şah Abbasa vəziri məsləhət görmüşdü. Doğrudur. Firəng padşahı Əhmədi zindandan xilas etmək üçün cəhd göstərirdi. Əsərə görə belə bir məlumat yoxdur. Yanlışdır. Şah hüzurunda həmişə döyülən Əhmədin yarıqlarına zindanban məlhəm qoyur, onun qayğısını çəkir. Bu isə Pəri Sultana aid fikirdir. E variantı da yanlışdır. Cavab C variantı. Dərzi şagirdi Əhməd nağılına görə fikirlərdən biri səhvdir. Hadisələr İsfahan şəhərində baş verir, doğrudur. Əhməd isti sudan istifadə etməklə qızları və oğlanları ayıra bilir, doğrudur. Əhmədin ağıllı və fərasətli olduğunu ilk anlayan vəzir olur. Bəli, Allahverdi xan. Əhməd Firəng padşahının niyyətini İsfahana qoşun çəkəcəyini əvvəlcədən bilirdi. Tamamilə yanlışdır. Ağıllı, iradəli olduğu üçün Pəri Sultan Əhmədi yüksək qiymətləndirir. Bu da doğrudur. D variantı. Baxırıq 5-ci suala. Ağıllı uşaq nağılına əsasən yanlış fikri müəyyən edin. Əsər nağıllara məxsus girişlə başlayır. Biri var idi, biri yox idi. Bəli. Xan obrazı zalımlığı ilə tanınır, doğrudur. Kənddəki qocaları tutub gətirmək fikrini baş məsləhətçi irəli sürür, doğrudur. Qoca Əhmədə bütün sualların cavabını söyləyə bilmir. Məsələn, xanın ən sevdiyi heyvanı söyləyə bilmir, doğrudur. Kənddə dəvə olmadığı üçün sakinlər əvvəlcə Əhmədin istədiklərini etməyə laqeyd yanaşırlar. Yanlışdır. Dəvənin olmaması ilə yox, Əhmədin
uşaq olması belə bir uşağı xanın qabağına çıxararaq xanı daha da qəzəbləndirə bilmək ehtimalını nəzərə alaraq laqeyd yanaşırdılar. E variantı. Ağıllı uşaq nağılı əsasında düzgün mülahizəni seçin. Baş məsləhətçi kəndin qocalarını tutmağı təklif etsə də, xan razı olmur. Xan razı olur, bu fikir yanlışdır. Əhməd kənddə başqa qoca qaldığını soruşur, lakin nənəsi bilmədiyini deyir. Nənəsi ona cavab verir, bu yanlışdır. Qarı çatı və baltanı gətirsə də Əhməd artıq getmişdi, yanlışdır. Əhməd kəndi bəladan qurtaracağını desə də, insanlar bunu gülüşlə qarşılayır, doğrudur. Almaların fərqləndirilməsi üçün meydana yığışmaq təklif olunsa da, xan sona qədər razı olmur. Xeyr, xan bu təkliflə çox var gəl eləsə də sonda razılaşır. D variantı. Hansı fikir boşluğa yazılsa, ağıllı uşaq nağılındakı hadisələrin ardıcılığı pozular. Əhməd qarıdan bir çatı və balta istəyir. Xanın adamları Əhmədi saraya aparırlar. Demək, ortaya nə yazıla biləcək onlara çıxmalı. Çünki deyir bizdən hadisələrin ardıcılığı pozular. Demək, nəyi yaza bilməyəcəyimizi istəyir bizdən. Çoban üst başı par-par-parlayın. Bəli, artıq saraya gedənə qədər ki bir hadisədir və Əhmədin qocanın yanından ayrıldıqdan sonraki hadisədir. Bu anı yaza bilərik. Əhmədin gözü qocanın bacısına sataşır. Sözsüz ki B birdən əvvəl olur ki, ondan sonra həmin qaradan çatını, baltanı istəyir. Və yanlışlı digərlərini də baxaq. Bəli, çobanla olan söhbət aiddir. Əhmədi bəli, kənd sakinlərinin mindirib saraya göndərmələri də üçüncüdən əvvəl baş verir. Əhməd çoban bayatçısı çalınıb, bu da çobanla olan məsələdir. B variantı. Ağıllı uşaq nağılı ilə bağlı yanlış fikri müəyyən edin. Əhməd kənddə bir nəfər ağıllı qocanın qaldığını nənəsindən öyrənir, doğrudur. Xan kənd sakinlərini sınağa çəkir, doğrudur. Xanın adamları tək qalan qocadan xəbərsiz olduqları üçün onu apara bilmirlər. Bu yanlışdır. Qocanı ona görə aparmırlar ki, onun yaşı artıq 100 ötmüşdü və xəstə idi. Şikəst idi, belə deyək. Əhməd xanın xoşladığı heyvanı sadə xalq nümayəndəsindən, bəli, çobandan öyrənir. Əsərin ideyası ağlın hər şeydən güclü olduğu fikrini ehtiva edir, doğrudur. Cavab C variantı. 9-cu sual. Cahargah əfsanəsi əsərin ideyası kimi verilə bilər. Sözsüz ki, burada ağıl və fərasət sayəsində hər şeyin öhdəsindən gəlmək mümkündür. Burada Cahargah əfsanəsində alimin ağlı və fərasəti sayəsində necə şər qüvvələr dəf etdiyini biz görürük. Digər fikirlər isə əsərin məzmunundan çıxan ideya kimi, əsas ideya kimi çıxış eləyə bilir. Məsələn, alim olsan belə hökmdarın göstərişinə boyun əyməməlisən. Bunun hökmdarın göstərişinə boyun əyməklə çıxarılacaq bir ideya deyil. Yəni, hər hökmdarın göstərişinə boyun əyməmək lazımdır. Alim olmaqla bunun əlaqələndirilməsi, yəni bu cümlə ümumiyyətlə ideya kimi çıxış eləyə bilmir. Vəziri yaratmaz olan ölkənin idarə etməsi zəif olar. Hörmət ehtiram olmayan yerdə firablanlıqdan danışıla bilməz. Hörmətdən, ehtiramdan burada əsərin ideyası kimi danışa bilmərik. Musiqi də əsərin ideyası kimi təbii ki, çıxış eləyə bilməz. Əsas ideya ağıl və fərasət sayəsində hər şeyin öhdəsindən gəlməkdir. Cavab D variantı. Cahargah əfsanəsinə əsasən alim obrazının xüsusiyyətləri arasında verilə bilməz. Dikbaşlıq, bəli, dikbaş idi. Hökmdarla danışığında, hökmdarın qarşısında olmasına rəğmən o başı dik idi, bəli, əyilmirdi, yəni tamamilə doğrudur. Müdrik idi, doğrudur. Xeyirxah idi, doğrudur və təmkinli davranırdı, doğrudur. Amma nankorluq onun xüsusiyyətlərinə, xarakterinə aid oluna bilməz. E variantı.
11-ci sual. Xan Sarayı əfsanəsində qoca ustanın əllərindəki ağrını unudub istehza ilə gülməsinin səbəbi nə idi? Təbii ki, xanın ustanın davamçılarından xəbərsiz olması deyir. Yəni mənim əlimi kəsir, amma mənim təbii ki, şagirdlərimdən, yəni şagirdlərimdən xəbərsizdim. A variantı. Ana rəhmə əsərinə görə hansı hadisə daha sonra baş verir? Natəvan övladları ilə gəzərkən ovçuya rast gəlir. Bu əvvəllərdədir. Ovçudan şikarın əl-ayağını açmaq tələb olunur. Uşaqlar əliyi evə aparıb saxlamaq istədiklərini ilk dəfə dilə gətirirlər. Bəli, çünki onlar çox istəyirlər analarından. İlk dəfə lap əvvəldədir. Ovçu ovunu Natəvanın qisməti hesab edib ona verir. Bəli, ən sonda isə Natəvan başından keçən təhlükəli bir demək, hadisəni danışır və nəticədə uşaqlar əli götürmək tələbindən vaz keçirlər. D variantı. 13-cü sual. Xəzinə Qaya əfsanəsi ilə bağlı yanlış fikri müəyyən edin. Toponimik əfsanədir, yəni yer adının yaranması ilə bağlı. Bəli, Xəzinə Qaya yerinin adının yaranmasını əfsanəvi şəkildə anladan bir əsərdir. Qarı şahın günahlarını üzünə deməkdən çəkinmir, doğrudur. Qarı üzünü dağlara tutub yalvarır ki, şah onu öldürə bilməsin. Xeyr, ona qarğışlar yağdırır. Şahın onu öldürə bilməməsinə görə bir yalvarışı yoxdur qarının. Şah qarının dediklərinə gülərək cavab verir, doğrudur. Şahın atası və babası vətəndən didərgin düşmüşdü. Bunu da qarının nitqində görmək olar. C variantı. Hansı əsərdə alim obrazı canlandırılır və həmin obraz nə üçün hökmdarın təklifini qəbul etmir? Demək, Cahargah əfsanəsi əsərində xalqa xidmət etmək istədiyi üçün, ailəsinin razı, bəli, xalqa xidmət etmək istədiyi üçün hökmdarın təklifini qəbul etmir. B variantı. 15-ci sualımız silogizmdir. İki hökmün nəticəsi kimi bir yekun fikir çıxartmalıyıq. Folklor ədəbiyyatının bir çox nümunələrində güclülər ağıllılardan aciz vəziyyətdə olur. Cahargah əfsanəsində də ağıllılar güclülərdən bir addım öndədir. Deməli, Cahargah əfsanəsi folklor ədəbiyyatı nümunəsidir və ya folklor nümunəsidir. C variantı bizim doğru fikrimizdir. Ağıllı uşaq nağılında hansı suala cavab verə bilmərik? Xan nə üçün kəndin baş bilənlərini aradan qaldırmaq istəyir? Ona görə ki, o bu halda kəndi daha rahat talaya bilərdi. Əsərin qəhrəmanı almaların sirrini necə öyrənir? Almaların sirrini su vasitəsilə, hansı ki suyun içərisinə batıb, yoxsa üzə çıxmasından asılı olaraq yaşını öyrənə bilir. Almaların Əhməddən çobanın xahişi nə olur? Çoban Əhməddən belə bir xahiş, yəni bu suala cavab tapmaq olmur ümumiyyətlə ağıl uşaq nağılına görə. Xan nə üçün Əhmədə verdiyi söz tutmağa məcbur olur? Çünki o tutmasaydı nüfuzdan düşəcəyini hesab edir. Xanın çobanı nə üçün Əhmədi sorğuya çəkir? Ona görə ki, Əhməd uzun belə deyək, keçiyə baxır və buna görə də xanın çobanı ona belə bir sorğu-suala tutur ki, nə bu qədər baxırsan və Əhməd ona qarşılığında deyir ki, mən belə bir keçi görməmişəm. Xan çobanı biraz da təəccüblənir, deyir, sən bu şəhərdən deyilsənmi? Və s. artıq biz bu sualın cavabını da tapdıq. Cavab C variantı. Cümləni hansı fikirlə tamamlamaq düzgün mümkün deyil? Cahargah əfsanəsində hökmdar alimi öz ayağına çağırtdırır, doğrudur. Alimin nankor kimi qiymətləndirir, doğrudur. Kömək alaraq alimi xalqın gözündən salmağa çalışır, bəli, vəzirindən kömək almaqla. Alimdən heyf almaq üçün tədbir görür, bəli, onun arxasınca dəstək göndərir, ancaq bu da baş tutmur. Sənət adamı olduğu üçün alimə təklif göndərir, fikri yanlışdır. E variantı. Hansı fikir heç bir nümunə üçün keçərli deyil? Ağıllı uşaq və cahargah. Şərin xeyrə məğlub olması ilə bitir, doğrudur, hər ikisi üçün. Güc sahiblərinin ağıl sahibləri qarşısında acizliyindən danışılır.
Demək, bunu da biz əslində hər ikisinə aid edə bilərik. Ağıl yaşda deyil, başdadır atalar sözü ilə ideyası üst-üstə düşür. Bu da ağıllı uşağa aiddir. Uşaq orqanizminin hərəkətə olan ehtiyacından yaranmışdır. Bu ümumiyyətlə epik növdə olan əsərlərə aid edilə bilməz. Çünki bu dramatik növün xüsusiyyətidir folklor baxımından. D variantı həyatda baş verən real hadisələrdən danışılır. Epik növün nümunəsidir. Bu da nağıla aid xüsusiyyətdir, yəni ağıllı uşaq. Cavab D variantı. Cahargah əfsanəsindən verilən nümunədə fərqləndirilən sözün mənasını müəyyən edin. Hökmdar alimə deyir, sən öz əllaməliyinlə, bəli, əllaməlik, yəni yalancı belə deyək də alimlik, yəni özünü bilici kimi göstərmək, özünü alim kimi göstərmək doğrudur. Cavab A variantıdır. Xan Sarayı əfsanəsi ilə bağlı yanlış fikri müəyyən edin. Ustanın əllərinin kəsilməsinə səbəb şaha qarşı etdiyi etirazdır. Doğrudur. Usta öz zəhmətinin qiymətləndiriləcəyinə inandığı üçün saray tikməyə başlayır. Ancaq belə bir gözləntisi doğru olmur. Təəssüf ki, ustanın narazı qalmasına səbəb şahın vəd etdiyi qızılları verməməsi deyil də, eləməz o gözləntisinin doğru olmamasıdır ki, şah yəni sənətə qiymət verən biri deyildi. Şah sarayı görərkən ustanın həqiqətən də möcüzə yaratdığını düşünür. Doğrudur, qoca usta öz şagirdlərinin onun sənətində layiqində davam etdirəcəyinə inanır. Bu da əsərin sonunda bəli çıxan nəticəyə görə bunu bilmək olar. C variantı. Ağıllı uşaq əsərində hansı epizodda baş qəhrəmanın insansevər olduğu üzə çıxır? Yəni Əhmədin burada almalar deyil, ən sevdiyi heyvan deyil, xanın üzərində olarkən deyil, bəli, qocanın bacısına yardım edərkən. D variantı. Dərzi şagirdi Əhməd nağılının baş qəhrəmanının əsərdəki rolunu tam ifadə edən atalar sözünü müəyyən edin. Demək, Əhmədin simasında ağıl yaşda deyil, başdadır. Bu yaş məsələsi deyil. Ağıllı qəm yer, ağılsız qamçı. Yəni Əhməd həm ağıllı idi, amma yəni onun döydürülməsinə də bu mane deyildi. Yəni xan onu döydürürdü. Belə deyək, yəni burada ağıllılıqla və müəyyən təbii ki, o ağılla müəyyən şeylərin üstəsindən gəlir, amma hər vəziyyətdə, hər situasiyada bu onun köməyinə çatmır. Ağıllı olsa belə, şaha kömək etsə belə, təəssüflər olsun ki, o bəzən şahın qəzəbindən yan keçə bilmir. Qələm qılıncına etdiyi belə bir şey yoxdur. Ağacı qurd içindən yer deyil. Arxa hoppanmadan hop demə, bəli. O yuxusunu açmadı. Ona görə demədi ki, bu şaha təbii ki, onun lap qəzəbinə toxunar. Öncə yavaş-yavaş gəldi Pəri Sultanla nikahlandı, ailə qurdu, evləndi, toy elədi. Sonda isə yuxusunu açıb danışdı. Yəni artıq onu itirəcəyi bir şey yox idi. Yəni arxa hoppandıqdan sonra belə deyək də hoppandım artıq dedi. Çünki artıq onun qorxusu yox idi. E variantı. Cahargah əfsanəsindəki hadisələrin ardıcıllığını nəzərə alaraq süjetin mərhələlərini düzgün ardıcıllıqla uyğunlaşdırın. Gözəl əməllərlə xalqın sevimlisi olan alimin sorağına hökmdara çatması ekspozisiyadır, yəni girişdir. Alimin hökmdarın təklifini qəbul etməməsi alimin nankör hesab etməsinə səbəb olur. Bu zavyaskadır, yəni düyünlərin atıldığı hissədir. Alim dəvələrin boynundakı zınqırovların yerini dəyişərək ecazkar musiqi yaradır. Bu artıq düyünlərin açıldığı, finala doğru gedildiyi hissə razvyaska doğrudur. Alimin geri qaytarılmasının mümkün olmadığını görən atlı dəstəsi əlboş geri qayıdır. Bu finaldır. Alim dəvələrin bu da razvyaska aid idi. Cavab C variantı. Cahargah əsərinin janrı ilə bağlı səhv fikri, deməli, əfsanə janrı ilə tarixi şəxsiyyətlərlə bağlı növü geniş yayılıb. Tarixi şəxsiyyətlə bağlı əfsanə yoxdur. Folklorun qədim janrı epik növdədir. Bəzi xüsusi səcəvi, bəli,
cəhətləri var ki, hansı ki, fantastik olması, uydurmaya əsaslanması. Bəli, etnonomik növü mövcuddur. Bəli, tayfalarla bağlı olan əfsanələrdə hansı ki, onlardır. Cavab A variantı. Deməli, Cahargah əsərindəki hadisələrin ardıcılı. Alim müəyyən qərar üçün hökmdardan zaman istəyir. Vəzir alim üçün fərqli suallar hazırlayır. Demək, bu və sonda da alim başqa ölkəyə səfər edən kərvana qoşulur. Aha. Demək, alimin dikbaşlığı hökmdarı hirsləndirir. Bu birə yazıla bilər. Birə yazıla bilər. Çünki cavab verir və dikbaşlıq hesab olunur. Sonda da suallar, bəli. Əhali alimin cavablarını alqışlayır. Bu isə ortaya yazıla bilər, ikiyə yazıla bilər. Yəni, alim müəyyən sənət əsəri yaradır. Bu lap sondadır, bu axırda, ən sonda. Yəni, burada musiqi yaratması nəzərdə tutulur. Hökmdar alimə öz təklifini bildirir. Bu başdadır. Hökmdar alimin arxanca atla yollayır. Bu da sondadır. 1A, 2B cavab A variantı. Ağıllı uşaq nağılına əsasən düzgün olmayan fikri müəyyən edin. Ağlın və düşüncənin qələbəsi müşahidə olunur. Əhmədin timsalında doğrudur. Xanın yaşadığı kənddə öz planlarını həyata keçirə bilməməsinin səbəbi var idi. Bəli, planlarını həyata keçirə bilməməsinin səbəbi var idi. Ancaq bu yaşadığı kənddə idimi? O xanın yaşadığı kənd deyildi axı. Ona görə bu yanlışdır. Bizim də doğru cavabımızdır B variantı. Böyüklərin məsləhətinə qulaq asmaq, dinləməyi bacarmaq və sair məqamlar diqqət mərkəzindədir. Bu da Əhmədin timsalındadır. Nənəsindən, şikəst qocadan məsləhətləri alır. Kəndin qocaları saray adamlarının göstərişinə ürəksiz tabe olmuşlar, doğrudur. Əhməd düşdükləri çətin vəziyyəti kəndlərindəki çobana nağıl edir. Bu da doğrudur. Hətta kəndlərindəki çoban da ona yardım göstərir. B variantı. Xan sarayı əfsanəsi ilə bağlı fikirlərdən biri yanlışdır. Xan ustanın əllərini kəsməkdə birdən çox məqsəd güdürdü, doğrudur. Xanın yaradan əllərini, belə deyək, qurub yaradan əllərini məhrum etmək xanı, demək, digər, belə deyək, ustalara, sənətkarlara dərs vermək, doğrudur A. Ustanın əlləri əslində onun şagirdləri idi. Bu da doğrudur. Usta xan üçün tək başına tikdiyi sarayın daha gözəlini tikməkdə aciz deyildir. Daha gözəlini tikməkdə aciz deyil, amma təbii ki, o bu sarayı tək başına tikməmişdi. Öz şagirdlərini yanına toplayıb bu işə başlamışdı. C yanlışdır. Ona görə variantımız C'dir. Xan sarayı 2 mərtəbədən ibarət idi. Onun ikincisində mismardan heç istifadə edilməmişdi. Doğrudur. Həm usta xanla, həm də xan usta ilə şərt kəsir. Bu da doğrudur. Demək, usta deyir ki, mənim əməlimi qiymətləndirsən, mən sənə çox gözəl bir saray tikərəm. Xan da deyir ki, əgər tikdiyin saray mənim ürəyimcə olsa, mən də sənin əllərini qızıla tutaram. Cavab C. Cahargah əfsanəsinin baş qəhrəmanı ilə bağlı, yəni alimlə bağlı sinifini tamamlayın. Deməli, 1 isim, 2 sifət, müdrik, dikbaş, düşünür, cavablayır, vəziyyətdən çıxır, 3 feil, 4 sözdən ibarət cümlə və yenə bir isim, bir, belə deyək, onu ifadə edən ad. Hökmdarın təklifini rədd edir. Bu fikir doğrudur, ancaq hökmdar təklif və rədd etmək. Bu 3 sözdən ibarət bir, belə deyək, variantdır, yəni ona görə bizim sinifimizin şərtini ödəmir. Sualları hazırlamağa möhlət istəyir. Bu alimə aid deyil. Alimliyini sübut etməkdə acizdir, səhvdir, aciz deyil. Zınqırovların yerini dəyişmədən musiqi yaradır, dəyişərək bunu edir. Özünü atların pisliyindən qoruya bilir. Özünü atlıların pisliyindən qoruya bilmək.
Bu da doğrudur. 4 sözdən ibarət cümlədir. Cavab E variantı. Dərzi şagirdi Əhməd nağılına əsasən hansı fikri birdən çox obraza aid etmək olmaz? Əhmədin öldürülməsinə mane olur. Bu yalnız Allahverdi xandır. Buna ilə aid etmək olmaz. Cavab A-dır. Firəng padşahının sualının cavabını bilmir. Bu elə Əhməddən başqa hamıdır. Əhməddən yuxusunu danışmaq istəyir. Bunu Pəri Sultan da aid eləyə bilərik. Şah Abbası da aid eləyə bilərik. Əhmədin yuxusunun nə olduğundan xəbərsizdir. Əgər son hissəni nəzərə alsaq, Pəri Sultan və Şah Abbasdan başqa hər kəs aid eləmək olar bunu. Şah Abbasın qabağına şərt qoyur. Bəli, Əhməd, Firəng padşahı, birdən çox obraza aid etmək olar. Cavab A variantı. Xəzinə Qaya əfsanəsinə əsasən yanlış fikri müəyyən edin. Şah cəzalandırmaq istədiyi qarının atasının köməyinə vaxtilə möhtac idi. Doğrudur. Şah üzünü övməkdən, vəhşiliyi dilə gətirməkdən boyun qaçırmır, çəkinmir. Doğrudur. Qarının şəxsi səbəbi olmadığı halda şahı səfərdən döndərmək cəhdi cömərtlik əlamətidir. Əslində qarının şəxsi səbəbi var idi həm də oğlu ilə bağlı. Şahın var-dövləti çoxalcı ölkənin yaşayış vəziyyəti aşağı düşürdü. Doğrudur. Faydasız idarəçilik sistemi insanları təsərrüfatla məşğul olmaq əvəzinə döyüşə, müharibəyə məcbur edirdi. Doğrudur. Cavab C variantı. Cədvələ əsasən uyğunluqları müəyyən edin. Gözəl suallardan biridir. Əsərlər, fikirlər. Ağıllı uşaq fikir deyir ki, çarə gözlənilməz anda gözlənilməz yerdən gələ bilər. Məsələn, Əhməddən. Doğrudur. 1. Xan Sarayı maddiyyat dəyər vermə meyarı ola bilər. Bilməz, əsərə görə bu yanlışdır. Yəni, qırqızıl dəyər vermə meyarı deyildir. Dərzi şagird Əhməd sənətlə məşğul insanlar daha ağıllı olurlar. Sənətlə məşğul olmağı, bəli, dərzi şagirdi idi, ancaq onun daha ağıllı olmasının sənəti ilə bir əlaqəsi yox idi. Çahargə əfsanəsi musiqini hiss etməyənləri daşa bərabər tutmaq lazımdır. Bu da bu əsərin ideyasına, nə də məzmununa uyğun gələn bir fikir deyil. Ana rəhmi, ananın keçirdiyi hissləri ana olmayanlar anlaya bilməz. Bəli, ana rəhmində Natəvan obrazının keçirdiyi hisslər var idi ki, onu yalnız özü anlaya bilirdi. Və buna görə də o Cəliyi, Əliyi götürmək təklifini qəbul etmirdi. 1-5 bizim doğru variantımızdır. Cavab C variantı. Klasteri tamamlayın. Ağıllı uşaq nağılı. Xanın adamları şikəst qocadan başqa kəndin bütün yaşlılarını aparmışdılar. Əslində yox. Məsəl üçün, bütün yaşlılar deyə bilmərik. Şikəst qoca var idi. Əhmədin nənəsi var idi. Məsələn, orada savadlı qocaları, alimləri, müdrikləri və ümumiyyətlə kişiləri belə aparırdılar. Məsələn, Əhmədin nənəsi kənddə idi. Ona görə də biz bu fikri doğru fikir kimi qəbul edə bilmərik. Bütün yaşlılarını aparmışdılar deyə. Yanlışdır və biz də klasteri ona görə yanlış fikirlərlə tamamlamalıyıq. Əhmədin xanın sevdiyi heyvanı öyrənməsinə qocanın rolu olmur. Bu doğrudur. Əhmədgilin kəndlərindəki çoban göyotun üstündə uzanıb çoban bayatı deyirdi. Demək, bu Əhmədgilin kəndlərindəki çoban deyil, xanın çobanıdır, göyotun üstündə uzanıb demək, çoban bayatısı ifa edirdi, yanlışdır. Əhmədin təşəbbüsü kənd cəmaəti tərəfindən müsbət qarşılanır, əksinə istehzayla qarşılanır, yanlışdır. Əhməd hazır cavab olduğunu xana göstərir, doğrudur. Yanlışlar lazımdır bizə 2-3 E variantı bizim doğru cavabımızdır. Cümləni tamamlayan cavabı seçin. Dərzi şagirdi Əhməd nağılında Pəri Sultan zindandan 2 otaq aralı evdə yaşayırdı. Yanlışdır. Zindanın tam bitişik bir yerdə yaşayırdı. Əhmədi görəndə ona bir daha aşiq olur. Bəli, bir daha aşiq olana görə ki, həm Pəri Sultanın sözləri ilə görmədən aşiq olmuşdu. Görəndə də bir daha aşiq olur.
Əhmədin peşəsini öyrənə bilmir. Bu yanlışdır. Yuxusunu açmadığına görə Əhmədin inadkarlığı əsəbləşir. Əsəbləşməsi yoxdur, əksinə onun ə, iradəsini, əslində onun belə deyək, səbatlı, yəni dönməzliyini, onun qətiliyini bəyənir. Zindanın dibindən sarayın otaqlarından birinə qapı açmağı zindanbana təklif edir. Yanlışdır bu. Tamamlayan fikrimiz B variantı. Ağıllı uşaq nağılında hadisələrin ardıcıllığına görə hansı daha gec baş verir? Xanın almaları aparmaq üçün atlıya göstəriş verməsi, Əhmədin nənəsinə məlumat alması, demək, xanın hörmətini itirməkdən ehtiyat etməsi. Bəli, bu ən sondadır. Hələ görək varmı sonra. Əhmədin qocanın bacısına yardım göstərməsi, xanın Əhmədi zindana saldırmaq istəyir. C ən sondadır. Artıq o almaların sirrini açır və xan sonda istəyir ki, vaz keçsin, amma hörmətini itirməkdən ehtiyat eləyir. Cavab C variantıdır. Dərzi şagirdi Əhməd əsərinin obrazlarını müqayisə edin. Şah Abbas və Allahverdi xan. Firənglərin sualları qarşısında aciz qalır. Bu doğrudur Şah Abbasa görə, amma Allahverdi xana görə də doğrudur. Ona görə ortağa yazılmalıydı. Əhmədin yuxusunun nə olduğunu öyrənir. Bəli, Şah Abbas öyrənir. Sonda Allahverdi xan öyrənə bilmir. Qız və oğlanları ayırt etməyə Əhmədin məsləhət göstərir. Əslində Əhmədin məsləhət göstərəni də Şah Abbas idi. Nikah zamanı Pəri Sultan tərəfdən şahid olur. Pəri Sultan tərəfdən yox, Əhməd tərəfdən şahid olur. Çətin vəziyyətdən çıxış yolu axtarır hər ikisi. Sualı bilən adam tapılmasa qanlarının son damlasına kimi vuruşma təklif edir. Bu da yalnız Allahverdi xan. Cavab 2-5 D variantı. Dərzi şagirdi Əhmədlə ağıllı uşaq əsərinin ortaq cəhətləri. Hər iki əsərdə sehirli qüvvələr daha çoxdur. Yox, belə bir şey yoxdur. Hər iki əsər eyni növdədir, epik janrdadır. Bəli, nağıl janrındadır və həmin janrın eyni kateqoriyasında, hansı ki məşhət nağılıdır, doğrudur. Hər iki əsərdə xan baş qəhrəmanı eyni suallar ünvanlamır. Fərqli suallar var və xan özdə deyil, Dərzi şagirdi Əhməddə Firəng padşahından söhbət gedir. Hər iki əsərin ideyası eynidir, ideya eyni deyil əsərlərdə. Hər iki əsərin baş qəhrəmanı eyni adı daşıyır, Əhməd adını daşıyır, doğrudur. Deməli 2 və 5 bizim doğru cavabımızdır. 37-ci sual. Xan Sarayı əfsanəsindən verilən obrazların müqayisəsindəki doğru fikirləri müəyyən edin. Xan ustaya çoxlu qızıl verməklə onun əməyini qiymətləndirəcəyini düşünür. Bu doğrudur. Ustanın əllərini kəstirəndən sonra ona yazığı gəldiyi üçün peşman olur. Belə bir peşmançılığı yoxdur, peşmanlığı yoxdur xanın. Ustadan əlavə onun şagirdlərini də cəzalandırır, şagirdlərini cəzalandırmır. Usta xanın ona olan etimadını doğrultmağa qabiliyyəti çatmır deyil. O çox gözəl bir şəkildə də qabiliyyəti çatır buna, tikə bilir. Sadəcə xan başqa formada ustanı, öz mənəviyyatına uyğun formada ustanı görmək istəyirdi, elə də görə bilmir. Ona görə sənətkarın əməyini düzgün qiymətləndirmək lazımdır bu ustaya görə, yəni doğrudur. Xanın qarşısında öz fikrini kəskin bildirir. Bəli, çəkinmədən, qorxmadan bildirə bilir. 1, 5, 6 bizim doğru bəndlərimizdir. Cümləni tamamlayan fikirləri müəyyən edin. Ağıllı uşaq məişət nağılıdır, çünki qəhrəman öz arzusuna çatmaq üçün cin, div, xeyr, bu məişət nağılı xüsusiyyəti deyil. Real hadisələrdən danışılır, bəli. Cəmiyyətdə olan müəyyən nöqsanlar tənqid burada müzakirə obyekti deyil. Qəhrəman öz ağıl və bacarıqlı mənfi obrazlara qalib gəlir, doğrudur. Demək, qəhrəman ideallaşdırılmış və sehirli qüvvələrin yerində sehirli qüvvələr məsələsi yoxdur. 2, 4 bizim doğru bəndlərimizdir.
Dərzi şagird Əhməd nağılının qəhrəmanı Şah Abbasla bağlı uyğunluğu müəyyən edin. Əməl Əməl deməli vəziri ilə birlikdə mahalda gəzməyə çıxır. Bu onun hərəkətidir, əməlidir. Nitq onu nahaqdan döyüb çox incitmişəm. Bu onun nitqidir. Əhməd niyə yuxunu bir yoluq açıb canını qurtarmırsan? Bu Pəri Sultan nitqidir. Xarakteri inadkardır. Bəli, bizdə 2C, 3B xəyalpərəstdir, ona aid oluna bilməz. Demək, sonuncu sualımız dərzi şagird Əhməd nağılını isnad edərək səbəb-nəticə cədvəlindəki uyğunluğu müəyyən edin. Şah Abbas bütün İsfahana car çəkir. Səbəbi nədir? Təbii ki, Əhməd meydanda Firəng padşahının atlarla bağlı sınağından keçəcəkdi, ona görə car çəkirdi. Əhməd yuxuda gördüyü hadisəni həqiqətən yaşayır və nəticəsi nədir? Nəticəsi də odur ki, Əhməd bu hadisəni həqiqətən yaşadığına görə qahqah çəkərək gülür. Qahqah çəkərək gülür. Üçü götürürük. Demək, Pəri Sultan utandığından pərdə arxasına gizlənir. Bunun səbəbi o deyil. Səbəbi atasının gəlməsidir, içəri girməsidir. Demək, 2-3 bizim doğru fikirlərimizdir.